Elçin Məsivov'un verdi, oyun başladı. Qarabağ Sabah maçı. Misli Premier Ligasının 28. turunun ve dövrənin mərkəzi oyunu başladı. Sola diagonal. Zubir, Toral Bayramov yerli ötürmə ve Pakatilov. Kayan Perez. Perez kapıya bakır, zərbəsi uzaq küncə top qapının üstündən keçir. Sarı vərəqə bu arada Mateus Silva'ya. Ve qərar nədir? Top meydanda olarkən oyunu saxladı Elçin Məsivov. Mateus Silva sarı vərəqə göstərdi. Cərmə meydançının daxilində yerdə Sabah futbolçusu var. Məhz Maludadır bu. Mateus Silva'nın mübarizədən sonra çox güman ki yerdə qalıb və Mateus Silva onun üzünə zərbə indir. Məhz buna işarə edir Elçin Məsivov. Və penalti təyin olunub. Baxaq təkrara. Bax burada Mateus Silva önünü bağladı Maludanın və onun üzünə zərbə indirmiş oldu. Baxaq. Üzünə dəydi mi? Bax bu sualdır. İşarə verildi. Jolis Michels. Onun zərbəsi Kokhalski. Kokhalski penaltini dəf edir. Qarabağın qalkib hesabın açılmasına imkan vermədi. Michels penaltini qaçırdı. Kokhalski növbəti dəfə penalti dəf edir. Artıq liqada 3-cü dəfə bu mövsüm. Penalti zərbəsində qəhrəmana çevrilir. Əslində artıq küncə tullanmışdı. Mərkəzə zərbə indirdi Michels. Amma Kokhalski ayağı ilə bu zərbəni dəf etməyi bacardı. Topun hündürlüğü de məhz qapçı için çok yaxşı, rahat hündürlüğüydü. Önde Pukaç var. Bolt'un yanına geldi. Dani Bolt kapı karşısına ötürmə zərbə. Müdafiəçilər blok koyur son anda. Səbəbi bəllidir və Zubir'in bir əvvəlki zərbəsi Zedatka blok koydu, amma sözsüz ki Zubir'in zərbəsi də alınmadı. İstədiyi kimi endirə bilmədi. Zubir geri oynadı və topu itirir. Qarabağ futbolçular Jolis Michels saxladı topu komandaya ulaşır üçün. Simic uzaq küncə düşə bilmədi. Rəhmətlə, son dönəmlər o qədər də çox oynamır. Leandro Andrade. Johnny Montiel, solda Zubir top istəyir. Montiel ayaq saxladı. Sağa baxdı, ötürməsi Leandro Andrade. Andrade daha bir ötürmə, Pakatilov topu tutur. Düzgün ayaq. Ve gol! Abdullah Qaybullayev hesabı açır. Sabah Qarabağla maçda hesabda öndə ilk hissənin son dəqiqəsində. Abdullah Qaybullayev Medina'nın sürüşməsində istifadə edərək cərmə meydançasına daxil oldu və uzaq küncə topu göndərdi. 1-0. Şanssız an Kevin Medina üçün ilk hissənin əsas vaxtının sonuncu artıq 45-ci dəqiqəsində. İzləyə təkrarı uzun ötürmə gəldi burada. Mikes istiqamətdə. Mateus Silva onu qabaqladı. Top Qaybulayevin önünə düşdü. Medina artıq topa yelənəcəyini gözləyirdi. Amma həmin anda ən vacib